Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu videoda mən Kaspi Test Bankından elastiklik qüvvəsi, sürtünmə qüvvəsi mövzusunun 41-dən 80-ə qədər olan testlərinin izahını verəcəm. 41-ci testdə deyilir. Mexaniki gərginliyin elastiklik qüvvəsinin modulundan asılıq qrafiki hansıdır? Cismin en kəsiyinin sahəsi sabitdir. Biz bilirik ki, mexaniki gərginliyin düsturu sigma bərabərdir F bölünsün S-dir. Buradan diqqətlə baxsaq görək ki, S sabitdir. Onda mexaniki gərginlik elastiklik qüvvəsi modulu ilə necə asılıdır? Əlbəttə, düzüm mütənasib asılıdır. O da hansı qrafika uyğun gəlir? Üçüncü qrafika uyğun gəlir. Doğru cavab hansı variantı olacaq? B variantı olacaq. Növbəti testimiz 42-ci testdir. Verilmiş en kəsikli polad məftin sərtliyin onun uzunluğundan asılıq qrafiki hansıdır? Yenə sərtliyin düsturunu biz yazsaq, Y S bölünsün L0 olacaq. Burada da verilmiş nədir? Kəsikli. En kəsikli deyirsə sahəsi nədir? Sabitdir. Onda K L0 ilə uzunluğu ilə, başlanğıc uzunluğu ilə necə asılıdır? Tərs mütənasib asılıdır. O da hansı qrafika uyğun gəlir? Birinci qrafika uyğun gəlir. Doğru cavab hansı variantı olacaq? A variantı. 43-cü testdə deyilir. Verilmiş uzunluqlu polad məftin sərtliyin onun diametrindən asılıq qrafiki hansıdır? Biz bilirik ki, K-nın, yəni sərtliyin həndəsi ölçülərdən asılıq düsturu Y S bölünsün L0-dır. Burada en kəsik dairə olduğundan S-in yerinə pi d kvadrat bölünsün 4 yazsaq, onda K-nın düsturu olacaq pi d kvadratı Y bölünsün 4 dənə L0 olacaq. Buradan da görsənir ki, L0 sabitdir. Bizim sadəcə və sadəcə nədən asılıq qrafikini soruşur? K-nın diametrindən asılıq qrafik. Grafikdən görsənir ki, düz kvadratik asıldır. Bu da hansı qrafika uyğun gəlir? İkinci qrafika. Doğru cavab hansı variantı olacaq? E variantı olacaq. Növbət testimiz 44-cü testdir. Polad məftilinin nisbi uzanmasının ilk uzunluğundan asılıq qrafiki hansıdır? Baxırıq, nisbi uzanmanın düsturu epsilon bərabərdir. Delta L bölünsün L0'dır. Buradan görsənir ki, nisbi uzanma, yəni biz bilirik də bu hissəni, epsilon nədən? Delta L-dən və epsilon, yəni nisbi uzanma L0'dan asılı deyil. Nə delta L-dən, nə də L0'dan asılı olmayacaq. O da hansı qrafika uyğun gəlir? Əlbəttə 4-cü qrafika uyğun gəlir. Doğru cavab hansı variant oldu? D variantı olacaq. Növbəti testimiz 45-ci testdir. Nümunənin tab gətirə biləcəyi maksimal hədd nə adlanır? Nümunənin tab gətirə biləcəyi maksimal hədd biz bilirik ki, möhkəmlik həddi adlanır. Doğru cavab hansı variantı olacaq? B variantı olacaq. Huk qanununun ödənildiyi maksimal gərginlik necə adlanır deyilir. Huk qanunu ödənilə bildiyi maksimal gərginlik əlbəttə mütənasiblik həddi adlanır. Doğru cavab A variantı. Elastiki deformasiya yaradan maksimal gərginlik necə adlanır? Biz bilirik ki, elastiki deformasiya yarada bilən maksimal gərginlik elastiklik həddi olmalıdır. Doğru cavab hansı variantı oldu? C variantı. Deyir, hansı kəmiyyətin vahidinə uyğundur? Joule bölünsün metr kubu. Yəni, burada biraz sadələşdirmə aparaq. Joule-u necə aça bilərik? Newton vurulsun metr kimi aça bilərik. Baxın, Joule-u açırıq. Newton vurulsun metr bölünsün metr kubu. Burada metrlərin biri getdi ixtisar. Bizə nə qaldı? Newton bölünsün metrin kvadratı. Bu da 1 Paskala bərabərdir. Yaxşı, 1 Paskala bərabərdirsə, o da nəyi verəcək bizə? Mexaniki, daha doğrusu elastiklik qüvvəsini verirmi? Yox, bizə verəcək, əlbəttə mexaniki gərginlik verəcək. Doğru cavab hansı variantı oldu? B variantı. Növbəti testimiz 49-cu testdir. Deyir, kiloqram bölünsün saniyə kvadratı nəyin vahidinə uyğundur? Biz bilirik ki, kiloqram bölünsün saniyə kvadratı BSD söz vahidlərlə 1 Paskalın açılışıdır. Bu 1 Paskala bərabər olacaq. 1 Paskal da nədir? Əlbəttə mexaniki gərginliyin vahidi. Doğru cavab A variantı olacaq. Yox, burada bir şeyə
1 Paskala bərabər olmayacaq. Bunu bir balaca sadələşdirmə aparaq. Deməli, bunu buradan silək. 1 kiloqram bölünsün saniyə kvadrat 1 Newton bölünsün metr verir. 1 Newton bölünsün metr verəcək. Bu da əlbəttə nəyin vahididir? Sərtliyin vahidi olmalıdır. Bəli, doğru cavab hansı variant oldu? D variantı. 50. Verilmiş polad məftin sərtliyi onun L0 uzunluğundan və SN kəsin sahəsindən necə asılıdır? Sərtliyin düsturunu buradan yazsaq, K bərabərdir. YS bölünsün L0'dır. Görsənir ki, burada sərtlik L-dən necə asılıdır? Tərs. L0'dan tərsdir. S-dən isə necə asılıdır? Düz mütasib asılıdır. Baxaq görək, S-dən düz, yəni sahədən düz mütasib asılıdır. Bu 3 variantdan biri ola bilər. Amma L0'dan necə asılıdır? Tərs mütasib asılıdır. Baxaq görək, bu olmaz. Bu da olmaz. Baxaq, bu da olmaz. Bir dənə hansı variant qaldı? E variantı. Bəli, doğru cavab elə hansı variant olacaq? E variantı olacaq. Davam eləyək. Polad məftin N kəsin sahəsini dəyişmədən onun uzunluğunu 2 dəfə, asılan yükün kütləsini isə 3 dəfə artırdıqda mütləq və nisbi uzanmalar necə dəyişir? Baxaq, mütləq uzanmanın və nisbi uzanmanın düsturlarının hər birini biz bilirik. Mütləq nisbi uzanmanın düsturunu da yazacağıq buradan. Mütləq uzanmanın düsturunu da yazacağıq. Baxaq, düsturumuz belədir. MC bölünsün S bərabərdir Y. Y modulda nə deyə bilərik? Epsilon. Elə sadəcə epsilon yazaq. Buradan da epsilonu nə edə bilərik? Epsilon bərabərdir. MC bölünsün nə oldu? YS olacaq. Bu burada dursun. Bəs bizə deyir ki, məftin N kəsin sahəsini dəyişmədən N kəsiyinin sahəsi dəyişmir. Yəni bundan işim yoxdur. Sonra nə deyir? Onun uzunluğunu 2 dəfə, asılan yükün kütləsini isə 3 dəfə artırdı. Baxırıq, biz bilirik ki, epsilon nədən? Yəni epsilon L0'dan asılı deyil. Deməli, birinci hissədə epsilonun uzunluğun 2 dəfə artması epsilona, yəni nisbi uzanmaya təsir eləməyəcək. Bizim işimiz təkcə nədir? Kütlə ilə. Baxırıq, kütləni mən 3 dəfə artırıramsa, epsilonda neçə dəfə? 3 dəfə artar. Deməli, epsilon 3 dəfə nə edəcək? Artacaq. Bunu biz tapdıq. Bəs nisbi uzanmanı necə yaza bilərik? Mütləq uzanmanı necə yaza bilərik? Mütləq uzanma ilə olan düsturu yazsaq, MC bölünsün S bərabərdir. Y epsilon yenə delta L bölünsün L0 yazın. Buradan da delta L'i tapsam, nə verəcək? Delta L bərabərdir. Belə bir ifadə verəcək. MJ L0 bölünsün YS verəcək. Baxıram, zaten bizim S'imiz sabitdir. Buradan görsənir ki, mütləq uzanma həm M-dən, həm də L0'dan hər ikisindən necə asılıdır? Düz mütasib asılıdır. Hər ikisindən düz mütasib asılı olduğundan biz hərəsini neçə dəfə? Deməli, kütləni 3 dəfə artırıram, uzunluğu isə 2 dəfə artırıram. Ümumilikdə isə bu düstur neçə dəfə artacaq? 6 dəfə. Olacaq 6 MJL0 bölünsün YS olacaq. YS. Görürəm ki, mütləq uzanma neçə dəfə artdı? Delta L-də 6 dəfə artmış olacaq. İndi baxaq görək. Mütləq uzanma 6 dəfə artan və bizim nəyimiz? Nisbi uzanmamız isə 3 dəfə artan variant lazımdır. O da hansı variant olacaq? Əlbəttə. Hansı variant oldu? D variantı. Növbəti testimiz 52-ci testdir. Elastiki deformasiya olunmuş polad məftildə mexaniki gərginliyi 2 dəfə azaltdıqda nisbi uzanması və potensial enerjisi necə dəyişir? Yenə eyni qaydada biz nisbi uzanmanın düsturunu yazmalıyıq buradan. Nisbi uzanmanın düsturunu yazsaq, necə yaza bilərik? Sigma bərabərdir. Y modulda epsilondur düsturumuz. Buradan epsilonu biz tapsaq, epsilon bərabər nə olacaq? Sigma bölünsün Y olacaq. Yaxşı, mən bunu 2 dəfə azaldıramsa, deməli düz mütənasibası bu da 2 dəfə nə edəcək? Azalacaq. Deməli, epsilon 2 dəfə azaldı.
Bunu biz tapdıq. Yaxşı, bəs potensial enerjinin düsturu nədir? Potensial enerjinin düsturu Y potensial bərabərdir. Normalda düsturumuz necə idi? F kvadrat bölünsün 2K deyilmi? Yaxşı, buradan da K zaten sabitdir. F'in yerinə biz bilirik ki, F nəyə bərabər idi? F bərabərdir sigma S'dir. F bərabər sigma S'dir. Buradan sigma S qoysam F'in yerinə, sigma kvadratı nə deyirəm? S kvadrat bölünsün 2K olacaq. Aha. İndi fikir verin. Buradan da biz belə nəticəyə gələ bilərik ki, əgər sigmanı 2 dəfə azaldıramsa, yəni mexanik gərginliyi 2 dəfə azaldıramsa, onda bizim potensial enerjimiz 4 dəfə azalacaq. Nə deyə bilərik? Deməli, potensial enerji 4 dəfə neyniyər? Azalar. Baxaq görək elə variant hansındadır? Baxırıq. Deməli, nisbi uzanma 2 dəfə azalar, potensial enerji isə 4 dəfə azalar. Doğru cavab hansı variant oldu? Əlbəttə, A variantı olacaq. En kəsin sahəsi eyni olan polad məftillərdə yaranan mexaniki gərginliklər arasında hansı münasibət doğrudur? Mexaniki gərginliyin düsturunu biz bilirik. Mexaniki gərginliyin düsturu sigma bərabərdir mg bölünsün s deyək. En kəsikləri eyni olduğuna görə s ilə işim yoxdur. Baxırıq, bəs bizim mexanik gərginlik kütlə ilə necə asılıdır? Düz mütasib asılıdır. Onda bizim L0'a da baxmağa ehtiyacımız yoxdur. Deməli, burada bir şeyə diqqət edək. Bir dənə baxacağımız şey nə olacaq? Kütlə ilə. Deməli, burada L0'ları biz diqqət eləməyəcəyik. Yəni, buradakı L0 və buradakı 3L0 bizə maraqlı deyil. Necə asılı dedik? Düz mütasib asılıdır. Ondan mən yaza bilərəm. Sigma 1 bölünsün sigma 2 bərabərdir. M1 bölünsün M2. Yaxşı, M1'imiz neçə M-dir? 1 M-dir. M bölünsün. M2'miz isə 3 M-dir. Burada M-lər ixtisar getdi. Bizə yekununda nə qaldı? Sigma 2 bərabərdir. 3 dənə sigma 1. Baxaq görək elə bir variant varmı? 2, 3 dənə sigma 1'ə bərabər. Doğru cavab hansı variant oldu? E variantı olacaq. En kəsin sahəsi eyni olan polad məftillərin mütləq uzanmaları arasında hansı münasibət doğrudur? Mütləq uzanmada biraz diqqətli olmaq lazımdır. Biz baxırıq ki, delta L1 və delta L2'ni bizdən soruşur. Baxaq. Bizim düsturumuz belədir. mg bölünsün s bərabərdir. Nə yazırdıq? Y delta L bölünsün L0 yazır. Buradan delta L'i tapsaq, delta L bərabər mg L0 bölünsün y s olacaq. En kəsikləri eynidir. Bundan işim yoxdur. Buradan görsənir ki, bizim nəyimiz? Mütləq uzanmamız həm M-lə, həm də L0 ilə necə asılıdır? Düz mütasib asılıdır. Onda mən o düsturu, yəni asıllığı necə yaza bilərəm? Delta L1 bölünsün delta L2 bərabərdir. M-dən düz asılıdır. M1 bölünsün M2 vurulsun. Bəs L0 ilə necə asılıdır? Ondan da düz asılıdır. L0 1 bölünsün L0 nə? 2. Yaxşı. Gəldik, riyazi ifadələrini yerinə qoyuruq. Delta L1 bölünsün delta L2 bərabərdir. M1'imiz M-dir. M2'miz neçə M-dir? 3 M-dir. Vurulsun L0 birimiz L0'dır. L02'miz isə 3 L0'dır. Burada M-lər ixtisar getdi. L0'lar ixtisar getdi. Biz bu 3'ü bu 3'ə vursa 1 bölünsün 9 olacaq. Buradan da belə nəticəyə gəlmək olar ki, delta L2 bərabərdir 9 dənə delta L1'ə. Baxaq görək, varmı elə variant? Delta L2 bərabər 9 dənə delta L1. Doğru cavab hansı variant olacaq? B variantı olur. Növbət test 55-ci testdir. 55-ci testdə nə deyilir? Deyilir ki, polad məftillərin nisbi uzanmalarını müqayisə edin. Nisbi uzanmanın düsturunu biz yenə yazmalıyıq. Deməli, düsturumuz belə idi. Mg bölünsün S bərabərdir Y epsilon. Yəni, modulda epsilon. Buradan epsilonu tapsaq, nə yaza bilərik? Mg bəli, mg bölünsün y s yaza bilərik.
Bizdən də polad məfdən nisbi uzanmaların S-ləri fərqlidir. Bəli. Sonra L0-lara zaten biz baxmayacağıq. Nisbi uzanma L0-dan asıl deyil. Bizə maraqlı olan F-dir. Bu MC'nin də yerinə elə birbaşa F yaza bilərik. Çünki bizə F-lə verilib. F. Buradan görsənir ki, bizim epsilon F-lə düzdür. Eyni qaydada S-lə də necə asıldır? Tərs mütənsib asıldır. Onda riyazi ifadəni belə yazaq. Epsilon 1 bölünsün epsilon 2 bərabərdir. F1 bölünsün F2 vurulsun. S-lə necə asılır? Tərsdir. S2 bölünsün nədir? S1. Yerinə qoyaq. Epsilon 1 bölünsün epsilon 2 bərabərdir. F1-imiz nə qədərdir? 2F-dir. Bax, burada durub 2F-dir. F2-miz isə F-dir. Vurulsun. S2-miz nə qədərdir? 2S-dir. 2S bölünsün. S1-imiz isə 1S-dir. Buradan F-lər ixtisar gedəcək. S-lər ixtisar gedəcək. Bizə nə qalacaq? 4. Onda biz deyə bilərikmi ki, epsilon 1 bərabərdir 4 dənə nə? Epsilon 2-yə. Baxaq görək, var mı elə variant? Epsilon 1 4 dənə epsilon 2-yə bərabərdir. Doğru cavab hansı variant oldu? C variantı olacaq. Növbət testimiz 56-cı testdir. Mütləq uzanması 4 mm olan nisbi uzanması isə 0,2% olan polad məftin ilk uzunluğunu tapın. Biz bilirik ki, nisbi uzanmanı faizlərlə də ifadə eləmək olar. Epsilon bərabərdir. Delta L bölünsün L0 vurulsun 100% ifadəsini yazmaq olar. Yazaq, bu neçə faizdir? 10,2%dir, bərabərdir. Nə yaza bilərik? Burada delta L-imiz nə qədərdir? 4 mm. 4 mm-də biz metrə çevirsək, nə qədər verəcək? 0,1000-də 4 verəcək. Belə bir bölünsün L0 vurulsun nədir? 100. Buradan nə edə bilərik? Bu 100-ü bu 1000-də 4-ə vursaq 0,2 eləyəcək. 0,4 eləyəcək. 0,4 bölünsün. Nə yaza bilərəm? L0 bərabərdir 0,2-yə. Buradan bunlar ixtisar getdi. Onda biz nə deyə bilərik? L0 elə neçə metr verəcək bizə? 2 metr verəcək. Deməli, 56-da cavab nə olacaq? 2 metr. Doğru cavab D variantı oldu. Növbəti 57-ci testdir. En kəsiyinin sahəsi eyni olan müxtəlif uzunluqlu polad məftillərdən yüklər asılmışdır. Hansı məftilin mütləq uzanması ən böyükdür? Mütləq uzanmanın yenə düsturunu yazırıq. Delta L bərabərdir düsturumuz. M, J, L0 bölünsün Y, S-dir. Bax, belə bir düsturumuz var. Mən baxıram ki, M-ləri eynidir. M-lərlə işim yoxdur. Deməli, M-ləri biz işarə edək. Deməli, M-ləri eyni. Eyni en kəsik sahəsi deyir. Bunlar da eynidir. Bəs biz ancaq nəyə baxmalıyıq? Əlbəttə, delta L-in ancaq L0-dan asılına baxmaq lazımdır. L0-dan L necə asıldır? Düz mütənsib asıldır. L0-ı böyük olması üçün nə böyük olmalıdır? Daha doğrusu delta L-in böyük olması üçün elə L0-ı da böyük olmalıdır. Baxaq görək, L0-ı böyük olan hansıdır? Baxaq, burada L0-ı böyük olan ancaq və ancaq buradakıdır. 2L0-dır. Ən böyükdür desə, hansı variant olacaq? E variantı olacaq. Yəni, L0-ı böyük olsun. Yəni, uzunluğu böyük olsun. Burada ən kiçik olacaq. Burada da, burada da. Amma ən böyük deyirsə, L0 ən böyük olan doğru cavab hansı variant oldu? E variantı. Növbət test 58-ci testdir. En kəsin sahəsi eyni olan müxtəlif uzunluqlu polad məftillərdən yüklər asılmışdır. Hansı məftilin nisbi uzanması ən böyükdür? Baxaq. Nisbi uzanmanı biz bilirik ki, L0-dan asıl deyil. Burada L0-ları nə edirik? İxtisar edirik. Bax, burada L0-lar bizə lazım deyil. Nisbi uzanmanında düsturunu biz bilirik ki, epsilon bərabərdir. Nə yazmışdıq, əziz dostlar? Əlbəttə, M-J bölünsün Y-S. Buradan belə nəticəyə gəlmək olar ki, bizim eyni kəsiklidir. Nə olacaq? S-lər sabitdir. Diqqətlə baxsaq, bizim M-lərimiz də sabit. Bax, burada da M-dir, burada da M-dir, burada da M-dir, burada da M-dir. Yaxşı, bu düsturda dəyişən nəsə varmı? Dəyişən heç nə olmadığına görə biz deyəcəyik ki,
Bütün cisimlərin epsilonları bir-birinə nədir? Bərabər. Yəni 4-ünün də nisbi uzanması bir-birinə bərabər olacaq. Doğru cavab hansı variant oldu? A variantı olacaq. Gəldik 59-cu testə. Nümunənin gərilmə diaqramı verilmişdir. Y nöqtəsinə uyğun gərginlik necə adlanır? Y nöqtəsinə uyğun gərginlik, baxaq görək necə adlanacaq. Biz bilirik də, nümunənin tab gətirə bildiyi maksimal gərginlikdir. Bu gərginliyə isə biz maksimal hədd və yaxud da möhkəmlik həddi deyirik. Doğru cavab hansı variant olacaq? B variantı. 60-cı testdə deyilir. Diametrləri D1 bərabərdir. D və diametri D2 bərabərdir. 2D olan polad məftillərin sərtliklərini müqayisə edin. Sərtliyin düsturunu bilirik əziz dostlar. Deməli, Y vurulsun pi D kvadratı bölünsün 4L0. Baxıram, K, yəni sərtlik D-nin kvadratı ilə necə asılıdır? Düz mütənsib asılıdır. Onu biliriksə, daha yazmamız asan olacaq. K 1 bölünsün K2 bərabərdir. Nə yaza bilərik? D 1 bölünsün D2-nin kvadratı ilə necə asılı dedik? Düz asılı. Onda biz nə yazacağıq? K 1 bölünsün K2 bərabərdir. D1-imiz nə qədərdir? D1-imiz bir şey deyək. Burada ellərlə də baxmaq lazımdır. Ellə də necə asılıdır? Tərs mütənsib asılıdır. Buna da diqqət edək. Yəni, burada bir balaca sadələşdirmə aparaq. Bu dursun yerində. Ellə də nə dedik? Tərs mütənsib. Vurulsun. Belə bir şey yazacağıq. L0 2 bölünsün. L0 nədir? 1. Qalsın burada. Amma bilirik ki, F-dən asılı deyil. Sərtlik nə? Mütləq uzanmadan, nə də F-dən asılı deyil. Yaxşı. Gətirib yerinə qoysamın da K1 bölünsün K2 bərabərdir. Nə yaza bilərəm? D1-imiz D-dir. Kvadrat ilə D kvadrat yazaram. D2-miz 2D-dir. Kvadrat 4D kvadrat olacaq. Vurulsun. L02-miz nə qədərdir? 2L0-dır. 2L0 bölünsün. L01-imiz isə ilə L0-dır. Burada ixtisar gedənləri ixtisar eləyək. D-lər getdi. L0-a getdi. 2 ilə də 4 getsin. Bizə yekunda nə qaldı? 1 bölünsün 2 qaldı. Yaxşı, onda mən buradan yaza bilərəm ki, K2 bərabərdir. 2 dənə K1-ə. Baxaq görək, elə bir variant varmı? K2, 2K1-ə bərabərdir. Doğru cavab hansı variant oldu? C variantı. Növbət testimiz neçənci testdir? 61-ci testdir. Yalnız sürtünmə qüvvəsinin təsiri altında X oxu istiqamətinə hərəkət edən cismin sürətinin proyeksiyasının zaman qrafiki hansıdır? Biz bilirik ki, cisim yalnız sürtünmə qüvvəsinin təsiri altında hərəkət edirsə, onun hərəkəti bərabər yavaşlayan hərəkət. Doğru cavab hansı variant oldu? Əlbəttə, B variantı olacaq. Davam eləyək. Yalnız sürtünmə qüvvəsinin təsiri altında X ox istiqamətinə hərəkət edən cismin yer dəyişməsinin zaman qrafiki hansıdır? Biz bilirik ki, yalnız sürtünmə qüvvəsinin təsiri altında cisim ancaq bərabər yavaşlayan hərəkət icra edir. O da doğru cavab hansı variantda olacaq? E variantı. Müxtəlif mail müstəvilər üzərində cisim sükunəti hansı mail müstəvidəki cismə təsir edən sükunət sürtünmə qüvvəsi ən böyükdür? Sükunət sürtünmə qüvvəsinin düsturunu bilirəm. Nə idi? mg sinus alfadır. Bu düsturu bilirik. Yaxşı, sinus bucağının böyük qiymətinə, sükunət sürtünmə qüvvəsinin böyük, kiçik qiymətinə isə nəyi düşəcək? Kiçiyi düşəcək. Sinus bucağı harada daha böyükdür? Əlbəttə 45 dərəcədə daha böyükdür. Mən baxıram, böyük qiyməti deyirsə, 45-də böyük olduğundan biz nə deyəcəyik? Doğru cavab hansı variant oldu? Kiçik deyir bizə, yoxsa böyük? Ən böyükdür deyir. Yalnız 2 olan. Doğru cavab hansı variantdır? B variantı. 64. Müxtəlif səthlər üzrə cisimlər eyni modullu qüvvə ilə bərabər sürətlə dartılır. Hansı səthdə sürtünmə qüvvəsi ən kiçikdir? Baxaq. Sürtünmə qüvvəsinin ən kiçik olması üçün gəlin bunları biz 2 dənə toplananı ayıraq. Bu bir toplananı, bu da digər toplananı. Mən bilirəm ki, bu nə olacaq? F kosinus alfa. O da bərabərdir. F kosinus neçə dərəcə? 20 dərəcə qalsın. Gəldik bura.
Buradan da belə göstərək. Bura olacaq f kosinus alfa, o da bərabər f kosinus neçə dərəcə? 30 dərəcə. Baxırıq, burada isə bir də birləşdirsək, f kosinus alfa olacaq. O da bərabər f kosinus neçə dərəcə? 45 dərəcə. Biz bilirik ki, kosinus bucağı artdıqca kosinusun öz qiyməti neyəcək? Az olacaq. Deməli, bucağın böyük qiymətinə kosinusun nəyi düşəcək? Kiçik. Onda ən kiçik sürtünmə qüvvəsi harda olacaq? Əlbəttə, neçəncidə? 4-cüdə olacaq. Ən kiçik sürtünmə qüvvəsi 4-də olacaq və ən böyük sürtünmə qüvvəsi isə bucağın 0 dərəcə olduğu halda olacaq. Onda bucaq artdıqca kosinus qiyməti azaldığından, onda mən nə deyə bilərəm burada? Onda mən deyə bilərəmmi ki, f1 böyükdür. Nədən? f2-dən. O da böyükdür f3-dən. O da böyükdür nədən? f4-dən. Demək, ən böyüyü 0 dərəcə olduqda, yəni burada alfa neçə dərəcə? 0 dərəcə. Ən böyük 0 dərəcə olduqda, ən kiçiyi isə neçə? 45. Çünki kosinusun bucağı artdıqca öz qiyməti nədir? Azalır. Baxaq, bizdən nəyi soruşurdu? Ən kiçik qiymətini soruşurdu. Ən kiçik də əlbəttə hansında olacaq? f4-də olacaq. Doğru cavab hansı variantı oldu? C variantı olur. Gəldik 65-ci testdə. Üfüqi müstəvidə tircic hərəkət edir. Şəkildə hansı qüvvə təsvir edilmişdir və onun təbiəti necədir? Biz baxırıq ki, şəkildə hərəkət edir deyirsə, sürüşməz sürtünmə qüvvəsidir və o necə təbiətlidir? Əlbəttə, biz sürüşməz sürtünmə qüvvəsidir və necə təbiət deyə bilərik? Elektromaqnit təbiətlidir. Varmı elə bir şey? Bəli, sürüşmə sürtünmə qüvvəsi elektromaqnit təbiətlidir. Doğru cavab hansı variantı olacaq? A variantı olacaq. Növbəti testimiz 66-cı testdir. Deyir ki, üzərində tircic olan arabacıq bərabər yavaşcan hərəkət edir. Bax, bu sözə diqqət edək. Necə hərəkət edir deyir? Bərabər yavaşcan. Tirciyə təsir edən sükunət sürtünmə qüvvəsi şəkildə göstərilmişdir. Qəşəng. Arabacıq deyir, hərəkət təcilinin və sürətinin istiqamətini müəyyən edin. Baxırıq. Əgər bərabər yavaşcan hərəkət edirsə, biz bilirik ki, arabacıq deyir, bir an diqqətlə baxaq. Arabacığın hərəkət təcilinin və sürətinin istiqaməti. Çox asan. Bax, sükunət sürtünmə qüvvəsi bu istiqamətdə yönəlirsə, onda bizim arabacığımız hansı istiqamətdə hərəkət edir? Sükunət sürtünmə, daha doğrusu arabacığın üzərindəki cisim hara doğru nədir? Sükunət sürtünmə qüvvəsinin əksinə hərəkət edir. Yaxşı, arabacıq yavaşcan hərəkət edirsə, onda bizim cismimiz, yəni arabacığın üzərindəki cisim hərəkət istiqamətinə yönəlir. Cisim hara doğru yönəlir? Hərəkət istiqamətində yönəlir. İndi baxırıq, hərəkət istiqaməti, yəni arabacığın öz istiqaməti hara doğrudur? Üstündəki cisimdən eyni istiqamətdə. V-sini, yəni V arabacığın istiqamətini mən tapdım. Bəs yavaşcan hərəkət edirsə, təcil hara doğru yönələcək? Arabacığın hərəkətinin əksinə yönələcək. Deməli, təcili hara doğru yönəldi? Sağa doğru. Amma arabacığın özü isə hara doğru yönələcək? Sola doğru yönələcək. Təcil sağa, yəni A ola bilər. D, bir də Y ola bilər. Amma arabacığın öz istiqaməti isə sola doğru olacaq. Elə doğru cavab hansı variantı oldu? D variantı olacaq. Növbəti testimiz 67-ci testdir. 67-ci testdə deyilir. Üzərində tircic olan arabacıq bərabər yeniləşən hərəkət edir, icra edir. Arabacığın təcilinin istiqaməti şəkildə göstərilmişdir. Arabacığın hərəkət istiqamətini və tirciyin təsir edən sükunət sürtünmə qüvvəsinin istiqamətini müəyyən edir. Yaxşı, arabacıq necə hərəkət edir deyir? Bərabər yeniləşən. Arabacığın öz təcilinin istiqaməti sola doğrudursa, demək, arabacığın özü də hara doğru hərəkət edib, yeniləşən hərəkət olduğuna görə və arabacıq da hara doğru hərəkət edəcək? Sola doğru hərəkət edəcək. Yaxşı, arabacıq sola doğru hərəkət edirsə, üzərindəki cisim, yəni V cisim deyək, hara doğru hərəkət edəcək? Əlbəttə, sağa doğru hərəkət edəcək. Bəs
cisimlə arabacıq arasında sürtünmə sürtünmə qüvvəsi hara doğru yönələcək? Əlbəttə, sola doğru yönələcək. Sürtünmə sürtünmə qüvvəsi sola doğru yönələcək. Deməli, hər ikisi hərəkət istiqaməti sola doğru, sürtünmə sürtünmə qüvvəsi, yəni qüvvənin də istiqaməti hara doğru olacaq? Sola doğru. Doğru cavab hansı variantı oldu? B variantı olacaq. Növbəti testimiz 68-ci testdir. Şaquli ox ətrafında bərabər sürətlə fırlanan diskin üzərində şayba sükunətdədir. Ona təsir edən, ona deyir hansı istiqamətdə sürtünmə qüvvəsi təsir edər? Biz şaybanın hərəkət istiqamətini, yəni fırlanma istiqamətini burada göstərməyə çalışaq. Deyək ki, şaybanın fırlanma istiqaməti belədir. Bunu burada düzəltməyə çalışaq. Bir dəqiqə. Deyək ki, belə bir trayektoriya çizacaq. Bunu bir səliqəli göstərə bilərdik də ən azından. Deyək ki, belə bir trayektoriya çizir. Bunu diqqətlə düzəldək. Trayektoriya çizir. Mənə deyir ki, nəyin istiqamətini soruşur bizdən? Bərabər sürətlə fırladılır. Formada fırladılır. Deyir ki, fırlanan diskin üzərində şaybə sükunətdədir. Ona hansı istiqamətdə sürtünmə qüvvəsi təsir edər? Biz bilirik ki, arabacığın mərkəzə doğru bir təcil alır. Buna biz nə deyəcəyik? Yəni ki, şaybə mərkəzə doğru bir təcil alacaq. Mərkəzə qaçma təcili deyə bilərik. Yaxşı, mərkəzə doğru təcil aldığına görə biz də bilirik ki, bütün qüvvələr çevrə cızırsa, ona təsir edən bütün qüvvələr hara doğru? Cismin aldığı təcil istiqamətinə yönələcək. Onda sükunət sürtünmə qüvvəsi də hara doğru yönələcək? Sükunət sürtünmə qüvvəsi də təcil istiqamətində yönələcək. Onda doğru cavab hansı variant olacaq? A variantı, yəni sağa doğru yönələcək həmin nöqtədə. Davam eləyək. Növbəti testimiz 69-cu testdir. Kök altda 2MY kinetik bölünsün T0 ifadəsi hansı fizik cəmiyyət təyin olunur? Əlbəttə, bu düstur səhvərimsə sürtünmə qüvvəsinin düsturu olacaq. Çünki T-nin tormoz müddətinin düsturunu biz bilirik. T tormoz T bərabər nə idi? Kök altda 2MY kinetik 0 bölünsün F sürtünmədir. Buradan F sürtünməni tapsaq, yəni F sürtünməni tapsaq, bunlar yerini nə eləmiş olacaq? Dəyişmiş olacaq. Bu, bura düşəcək. Bu da nədir? Bura düşəcək. Deməli, bu düstur nəyin düsturu oldu? Əlbəttə, sürtünmə qüvvəsinin doğru cavab hansı variantı oldu? C variantı olacaq. Baxaq. Növbəti testimiz 70-ci testdir. V0 bölünsün JT tormoz ifadəsi hansı fiziki cəmiyyət təyin olunur? T tormozun düsturunu bilirik. T tormoz bərabərdir. V0 bölünsün mü J'dir. Buradan biz mü'nü tapsaq həmin ifadə alınacaq. V0 bölünsün J T tormoz. Deməli, bu ifadədə nədir? Sürtünmə əmsalı. Doğru cavab hansı variantı oldu? B variantı olacaq. T tormoz vurulsun F sürtünmə ifadəsi ilə hansı fiziki cəmiyyət təyin olunur? L tormoz, tormoz məsafəsinin sürtünmə qüvvəsinə hasili. L tormozun və yaxud da S tormozun düsturunu biz bilirik. Necə idi? Bunu Y kinetik bölünsün, Y kinetik 0 bölünsün nə yaza bilərik? F sürtünmə yaza bilərik. Buradan da biz Y kinetik 0'ı tapsaq həmin düsturu ala bilərik. L tormoz vurulsun nədir? F sürtünmə. Yaxşı, L tormoz vurulsun F sürtünmə. Əlbəttə, başlanğıc kinetik enerji doğru cavab hansı variantı oldu? C variantı olacaq. Vahid olmayan fiziki cəmiyyət hansıdır? Biz bilirik ki, vahid olmayan fiziki cəmiyyət sürtünmə əmsalıdır. Digərlərin hamısının vahidi var. Doğru cavab D variantı olacaq. Sürtünmə qüvvəsi sabit olduqda tormoz müddətinin cismin başlanğıc impulsun modundan asılı qrafiki hansıdır? T tormozun düsturunu bildiyimizə görə belə yaza bilərik. T tormozun düsturunu biz bilirik. Nə idi? P0 bölünsün nə yaza bilərik? F sürtünmə yaza bilərik. P0 bölünsün F sürtünmə. Bizdən də nəyi soruşur?
sürtünmə qüvvəsinin qiymətinin sabit qiymətində T tormoz P0-dan necə asılıdır? Düz mütasib asılıdır. Düz mütasibdə hansı qrafik uyğun gəlir? Əlbəttə 3-cü qrafik uyğun gəlir. Doğru cavab hansı variantda olacaq? E variantı olur. Davam eləyək. Növbəti testimiz 74-cü testdir. Sürtünmə qüvvəsi sabit olduqda tormoz yolunun qismi başlanğıc kinetik enerjisindən asılılıq qrafiki necədir? Tormoz yolunun düsturunu biz bilirik. S tormoz bərabər nə yazırdı? Y kinetik bölünsün, kinetik 0 bölünsün F sürtünmə idi. Yaxşı, sürtünmə qüvvəsinin qiyməti sabit qaldıqda S tormozun nədən asılılığı, Y kinetikdən asılılığı nə olacaq? Əlbəttə düz mütasib asılı olacaq. O da hansı qrafik uyğun gəlir? 3-cü qrafikə uyğun gəlir. Doğru cavab hansı variant oldu? B variantı olur. Növbəti test 75-ci testdir. Deyir ki, sürtünmə qüvvəsi sabit olduqda tormoz müddətinin cismin başlanğıc kinetik enerjisindən asılılıq qrafiki. Tormoz müddətinin başlanğıc kinetik enerjisindən asılılıq qrafikini biz qurmaq üçün bu düsturu yazma. 2my kinetik 0 bölünsün nə olacaq? F sürtünmə olacaq. Yaxşı, F sürtünmə sabitdirsə, yəni bu sabitdirsə, onda tormoz müddət kinetik enerjidən necə asılıdır? Kök altı düz asılıdır. Yəni o da hansı qrafik uyğun gəlir? 5-ci qrafikə. Doğru cavab hansı variant oldu? C variantı olacaq. Davam edək. 76-cı testdə deyilir. Üfüqi səthdə yalnız sürtünmə qüvvəsinin təsiri altında hərəkət edən cisimlərin tormoz müddətlərinin nisbəti nəyə bərabər? Yəni T2 bölünsün T1 nisbətini. Baxın əziz dostlar, burada M-ləri bu başdan sildik. Niyə? Çünki tormoz müddət və tormoz yolu kütlədən asılı deyil. Yəni burada bunları biz diqqətə saxladıq. Əslində burada bir şey diqqət edək. Eyni səthdə olduğuna görə mülləri zaten bir-birinə bərabərdir. Onda biz kütləni də nəzərə ala bilərik. Ayrı-ayrı səthlər olsaydı əlbəttə kütləni nəzərə almaya bilərdik. Onda bizim T tormozun düsturunu yazaq buradan. Nə olacaq? P0 bölünsün nə idi? Müj idi. Baxaq. P0 bölünsün müj. Belə də yaza bilərik əslində. Bura bir M də əlavə eləyək. Yəni P0 bölünsün müj. Yaxşı. Onda buradan P ilə necə asılıdır? Düzdür. M ilə necə asılıdır? Tərs asılıdır. Amma mülər nədir? Bir-birinə bərabərdir. Onda biz o riyazi ifadəni necə yaza bilərik? Buradan gəlin. Belə bir şey ayıraq. Deməli. Yazaq. Onda mənə nə verəcək? T2 bölünsün T1 bərabərdir. P02 bölünsün P01 vurulsun nə yaza bilərik? M1 bölünsün M2. Yerinə qoyaq. P02 nə qədərdir? 2P0'dır. P01 P0'dır. Vurulsun M1 nə qədərdir? 2M'dir. M2 nə qədərdir? M'dir. Yaxşı, burada ixtisar gedənlər ixtisar edək. Bunlar ixtisar get. Bizə neçə qaldı? 4. Yekunda 4 qaldı. İndi baxaq ki, bunların nisbətini soruşur. 4 olan variant hardadır? Əlbəttə, hansı variant oldu? E variantı olacaq. Gəldik, növbət testimiz neçənci testi? 77-ci testi. Səthdə yalnız sürtünmə qüvvəsinin təsiri altında hərəkət edən cisimlərin tormoz yolları arasında hansı münasibət doğrudur? Yenə, səthlərin sürtünmə əmsalları bir-birinə bərabərdir. Biz buna diqqət eləməliyik. Yaxşı, tormoz yolunun düsturunu biz bilirik. Neçə idi? S tormoz bərabərdir. P0'ın kvadrat bölünsün 2M F sürtünmə. F nə dedik? Sürtünmə. İndi buradan F sürtünməni də yenə müəmciyə qoya bilərik. Aha. Yaxşı, M-dən necə asılıdır? Tərs mütasib asılıdır. Bəs nədən? Bizim nə ilə? P-imizdən isə düz kvadratik asılıdır. Onda mən necə yaza bilərəm? S1 bölünsün S2 S2 bərabərdir. P01'in kvadrat bölünsün P02'nin kvadratı.
Aha, vurulsun m, nə deyəcəm? Tərs asıl dedik. M2 bölünsün M1 deyə bilərik. Bərabər. P01 nə qədərdir? P0. P0'ın kvadratı bölünsün. P02 2P0'dır. Olacaq 4P0'ın kvadratı. Vurulsun. M2 nə qədərdir? M. M1 isə 2M'dir. Aha, belə yaza bilərik. Yaxşı. Yazdıq. Buradan niyə kvadratik olur? Baxaq. Buradan bunlar getdi ixtisar. Buradan da nədir? Bunlar getdi ixtisar. 1 bölünsün nədir? 8 olacaq. Amma bir məsələ var da. Burada sürtünmə qüvvəsi yox, sürtünmə əmsalı sabitdir deyil. Yəni bunun da biz sadəcə və sadəcə diqqətsizlik elədik. Bu zaten sabitdir. Mən belə yaza bilərəm bunun düsturunu. S bərabərdir və yaxud da L ilə gedək də. L ilə verib bizə. Deməli, P0 kvadratı bölünsün 2 M kvadratı mü J deyə bilərik. Baxırıq. Burada P ilə kvadratikdir, M ilə kvadratik düzdür, M ilə isə kvadratik tərsdir. Onda L1 bölünsün L2 bərabərdir. P01'in kvadrat bölünsün P02'nin kvadratı vurulsun. M2'nin kvadrat bölünsün M1'in nəyi? Kvadrat. Belə də yaza bilərik. Bərabərdir. P01 nə qədərdir? P0 kvadrat bölünsün. P02 2P0'dır. Olacaq 4P0'ın kvadratı vurulsun. M2 M'dir kvadratı bölünsün. M1 isə 2M'dir. Kvadrat 4M kvadrat olacaq. Burada bunlar getdi. Bunlar getdi. 1 bölünsün nə qaldı? 16 qaldı. Buradan da belə nəticəyə gəlmək olar ki, nə yazarıq buradan? Bunu belə balacalaşdıraq. Buradan da belə nəticəyə gəlmək olar ki, L2 bərabər 16 dənə nə? L1. Var mı elə bir variant? Doğru cavab hansı variant oldu? D variantı. Növbət testimiz 78-ci testdir. Üfüqi səthdə yalnız sürtünmə qüvvəsinin təsiri altında hərəkət edən cisimlərin tormoz müddətləri arasında hansı münasibət doğrudur? Yine eyni qaydada burada bir şeyə diqqət eləmək lazımdır. Tormoz müddəti düsturunu biz bilirik. T tormoz bərabərdir. Nə yazmışdıq? Kök altda 2 M Y kinetik bölünsün. Nə yazırdıq həmişə? P0 yazır və ya da müMJ yazır. müMJ. Aha, bu düsturu biz bilirik. Bildiyimizdən M'i də neyinə bilərik burada? Kök altına sala bilərikmi? Biz bu M'i hara salsaq, kök altına salsaq, baxırıq. Bax, bu M'i kök altına salsaq necə olacaq ifadəmiz? Yəni, kök altına salaq, həmin ifadəni yazaq. Bərabərdir. Onda kök altda belə bir şey olacaq. 2Y kinetik bölünsün. Təbii ki, bunun qarşısında bir müJ'miz də var. Qalsın bura, bölünsün M olacaq. Buradan belə nəticəyə gəlmək olar. Kinetikdən necə asıldır? Düzdür, kök altı. Amma M-dən necə asıldır? Tərsdir. Burada mən belə bir şey yazıram. T1 bölünsün T2 bərabər kök altda Y kinetik 0,1 bölünsün Y kinetik 0,2 0 deyək. Aha. Vurulsun. Nə yazacağım? M2 bölünsün M1. Amma hamısı hardadır? Kök altındadır. Yaxşı, yerinə qoyub hesablama aparsaq burada. İndi biz baxırıq, hesablama aparsaq bizə nə verəcək? Baxaq, deməli, əziz dostlar, T1 bölünsün T2 bərabər kök altda Y kinetik birimiz nə qədərdir? Y kinetik 0'dır. Y kinetik 2'miz nə qədərdir? Bu 2Y kinetik 0'dır. Vurulsun. M2'miz nə qədərdir? M'dir. M1'imiz isə 2M'dir. Burada bunlar getdi. Burada da bunlar getdi. Bizə nə qaldı? Kök altında 1 bölünsün 4 qaldı. Onda da kök nə çıxır? 1 bölünsün 2. Onda biz belə deyə bilərikmi ki,
T2 bərabərdir 2 dənə T1. Doğru cavab hansı variantı oldu? A variantı. Davam eləyək. Deməli, bu neçənci test oldu? 78-ci test oldu. Səhv eləmirəmsə. Növbət testimiz 79-cu testdir. Nə deyir? Üfüqi səthdə yalnız sürtünmə qüvvəsinin təsiri altında hərəkət edən cisimlərin tormoz yollarının L1 bölünsün L2 nisbəti nəyə bərabərdir? Gəlin, baxaq. Yaxşı, bizim düsturumuz necə idi? L bərabərdir, L tormoz bərabər. Nə yazmışdıq? Y kinetik 0 bölünsün. F sürtünmədir, bunda yəni mü, m, j yaza bilərik. Buradan belə nəticə, E kinetiklə necə asıl? Düzdür. Amma M-lə necə asıldır? Tərs mütənsib asıl. Bu ifadəni belə bir sadələşdirib yaza bilərik. Burada dursun. Sadələşdirib yazsaq, onda nə yaza bilərəm? L1 bölünsün L2. L1 bölünsün L2 bərabərdir. Y kinetik 0,1 bölünsün Y kinetik 0,2. Vurulsun M2 bölünsün M1. M-dən necə asıl dedik? Tərs mütənsib asılıdır. Yaxşı, bunu yazırıqsa, onda mən gətirib yerinə qoymalıyam. L1 bölünsün L2 bərabərdir. Y kinetik 0,1 də Y kinetik 0'dır. İkincidə isə 2Y kinetik 0'dır. Vurulsun M2'miz M'dir. M1'imiz isə 2M'dir. Bu M'lər getdi ixtisar. Y kinetiklər getdi. 1 bölünsün 4 qal. L1, L2 4 dənə L1'ə bərabərdir. Və yaxud da 1 bölünsün elə 4 olacaq. Doğru cavab hansı variantı oldu? B variantı olur. Davam eləyək. Növbəti testimiz 80-ci sonuncu testdir. Verilmiş üfüqi yolda hərəkət edən eyni avtomobilin tormoz müddətini 2 dəfə azaltmaq olar. Verilmiş üfüqi yolda hərəkət edən eyni avtomobilin tormoz müddətini 2 dəfə necə azaltmaq olar? Yaxşı, baxaq. Tormoz müddətinin düsturunu biz bilirik. Necə tormoz müddətinin düsturu? Buradan həmin düsturanın hamısını yazaq. T tormoz bərabər idi. V0 bölünsün A. V0 bölünsün mü J. Sonra M V0 bölünsün mü M J. Sonra nə yazmışdı? P0 bölünsün F sürtünmə. Və yaxud da kök altda 2M Y kinetik 0 bölünsün nədir? F sürtünmə. İndi baxırıq, bir analiz edəcəyik. Başlanğıc kinetik enerjisini 2 dəfə azaltmaqla kök altı düz asıb düşünürəm ki, bu olmayacaq. Yəni burada başlanğıc kinetik enerjisini 2 dəfə azaldıramsa, kök altı 2 dəfə azalacaq. Deməli, bu olmaz. Bizə isə 2 dəfə azalma lazım. Başlanğıc impulsunu 4 dəfə azalmaqla, xeyr, başlanğıc impulsundan düz mütənsib asıldır. Başlanğıc impulsu mən 4 dəfə azaldıramsa, bu 4 dəfə azalacaq. Alınmaz. Növbəti nə deyir? Başlanğıc kinetik enerjisini 4 dəfə azaltmaqla, bəli. Bunu mən 4 dəfə azaldıramsa, bu neçə dəfə? 2 dəfə azalacaq. Elə doğru cavab hansı variantı olacaq? 80-də C variantı olacaq. Əziz dostlar, bununla da 41-dən 80-ə qədər olan testlərin izahını verdim. Növbəti video izahda mən 81-dən sona qədər olan testlərin izahını verəcəm. Həmin video izahda görüşmək ümidi ilə sağ olun, özünüzdən müğayət olun.